Doğrusu istehsalat sahələrində köhnə texnikaların, binaların, avtomobillerin rənglənib təzə kimi sırınmasını zaman zaman çox eşitmişik. Bu məni və yəqin ki sizi də o qədər də təəccübləndirməzdi, amma işlənmiş bir ideyanın yeni kimi Azərbaycan prezidentinə təqdim edilməsini eşidəndə dərhal inandım və inanmaqda haqlı olduğuma da əmin oldum. Son dövrlər Qərbi Azərbaycan icması ətrafında prezident köməkçilərinin çəkişməsi bu icmanı nə qədər gözdən salıbsa, deyəcəklərimdən sonra bəlkə də başqa addımlar atılmalı olacaq. Əvvəla ondan başlayım ki, 2022-ci ildə İlham Əliyevin də iştirakı ilə yaradılan Qərbi Azərbaycan icması plagiat imiş. Əslində bu qurum hələ 2019-cu ildə icmanın indiki sədrinin və digər şəxslərin iştirakı ilə yaradılıb, fəaliyyətə başlayıb. Qurum rəsmi olaraq 2019-cu il mart ayının 3-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində yaradılıb. Belə ki, Əziz Ələkbərlinin rəhbərlik etdiyi Azərbaycan Qaçqınlar Cəmiyyətinin tərkibindəki komissiya belə bir qərar verir. Qaçqınların problemlərinin çoxluğunu və Respublikanın müxtəlif rayonlarında məskunlaşdıqları üçün onlarla daimi əlaqə saxlamağın çətinliyini nəzərə alaraq, onların problemlərinin bundan sonra daha səmərəli araşdırılması və həlli məqsədi ilə Qərbi Azərbaycan icmasının yaradılmasını və Qərbi Azərbaycanın qaçqınlıq dövrünə 1988-91-ci illər uyğun olan ərazi inzibati bölgüsünə müvafiq rayon və kənd icmalarının təsis edilməsi qərarı alınır. İlkin olaraq komissiyaya Qərbi Azərbaycan İcması İdarə Heyətinin tərkibini formalaşdırmaq tapşırılır və Qərbi Azərbaycanın 22 rayonu üzrə icma nümayəndəliyi təsis edilir. Amasya rayonu üzrə Fəqan Bəhramov, Varansovka Kalino rayonu üzrə Miraslan Bəkirli, Paşalı Əzizbəyov rayonu üzrə Cəmşid İrzaquliyev, Vedi rayonu üzrə Bilman Qüdrət, Sisyan rayonu üzrə Rasim Baxşəliyev, Qafan rayonu üzrə Polad Poladov, Karvansara İcevan rayonu üzrə Ayaz Mustafayev, Zəngibasar rayonu üzrə Bəhram Bədəlov icma nümayəndələri seçilirlər. Onlara nümayəndəsi olduqları rayonların kənd icmaları üzrə nümayəndələrini qısa müddətdə müəyyənləşdirmək bir vəzifə olaraq tapşırılır. Bütün rayon icma nümayəndələri eyni zamanda Qərbi Azərbaycan icmasının idarə heyətinə üzv seçilirlər. Bundan əlavə Əziz Ələkbərli, Muxtar Oxçuoğlu, Abdüləli Həsənov, Səməndər Mehdiyev də idarə heyətinin üzvləri sırasına daxil edilirlər. Həmin icmanın sədri də Əziz Ələkbərli seçilir. Bütün bunları sizlərə detallı təqdim etməkdə məqsədim məsələnin nə qədər ciddi olduğunu çatdırmaqdır. İcma 2019-2022-ci illər ərzində xeyli tədbirlər və görüşlər keçirir. Təqdim etdiyim fotolardan həm tədbirləri, həm də icmanın ofisində onun adının da rəsmi olaraq qeyd olunduğunu görə bilərsiniz. İndi isə keçirəm əsas məsələyə. İlham Əliyevin Qərbi Azərbaycan icmasının ofisinin açılışına və yeni yaradılmış icmanın nümayəndələri ilə görüşə gəlməsinə. Həm Azərbaycan prezidentinin rəsmi saytında, həm də icmanın rəsmi saytında qeyd edilir ki, Qərbi Azərbaycan icması 1989-cu ildən fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək Qərbi Azərbaycan icmasına çevrilib, icmanın yeni nizamnaməsi təsdiq olunub. Baxın, ölkədə hər şey, görülən bütün işlər plagiatdır. Hətta icmanın Qərbi Azərbaycan televiziyası ideyası da plagiatdır. Həmin televiziya əslində 2018-ci ildə yaradılıb. Bu da həmin televiziyanın logosu və səhifəsi. Maraqlıdır ki, niyə prezident köməkçisi Hikmət Hacıyev mövcud ideya və təşkilatı rəsmi olaraq yaradıldıqdan 3 il sonra İlham Əliyevə yeni bir təşəbbüs kimi soxuşdurub? Ola bilər ki, Hikmət Hacıyev bu iş prinsipi ilə İlham Əliyevin gözünə girə bilər, amma ölkədə baş verən bütün ictimai-siyasi hadisələri izləyən şəxslər nəyin nə vaxt olduğunu çox gözəl müşahidə edirlər. Təbii ki, Hikmət Hacıyevin trollarının hücum çəkib savadsız şərhlərlə yalan söylədiyimizi yazacaqlarını nəzərə alaraq
Fotofaktları da təqdim edirəm ki, əbəs yerə özlərinə əziyyət verməsinlər. Hər şey göz qabağındadır. İndi məni daha çox düşündürən bir şey var. Görəsən İlham Əliyevi aldatmaq bu qədər asandırmı, yoxsa o özünə lazım olan yalanlara inanmaqdan da ləzzət alırmı?